qiymət, keyfiyyət və təmir baxımından sizlərə satışda olan ən ucuz 2 mərtəbəli kubçalı 5 otaqlı həyət evini təqdim edirəm. Evimizin təmiri doğrudan da çox gözəl, çox səliqəlidir və satışda bu qiymətə, yəni belə bir 2 mərtəbəli 5 otaqlı həyət evi yoxdur. Dəyərli izləyicilərimiz, deməli evə daxil olduqda gördüyünüz bütün qranit hissələr istipolla təchiz olunub, pilləkənlər və mərtəbə arası monolit betondur. Çox gözəl evdir, çox əla bir evdir. Elə bir qiymətdir ki, mən bu qiymətə inanmıram ki, satışda belə 5 otaqlı ev tapılsın. Televizor üçün TV stand, döşəmə laminat, tavan hündürlüyü 3 metr, tavanda spotlar quraşdırılıb, kombi xətti çəkilib, çölə baxan pəncərələr, şəbəkə pəncərədə qazı, suyu, işığı, kanalizasiyası, bütün kommunal xəttləri var. Qiymət 123 min manatdır və real alıcıya qiymətdə real endirim olacaq. Sanuzel, mətbəx və koridor hissəsi istipolla əvəz olunub, bütün otaqları genişdir, bütün otaqlarda pəncərələrin qayısı açıqdır. Əla evdir. Yəni bu evdə satılsa inanmıram ki, yəni bu təmirdə, bu genişlikdə, bu keyfiyyətdə və bu qiymətdə ev tapmaq mümkün olsun. 4 evdən cəmi 1 ədəd qalıb. Ünvan Masazır qəsəbəsi, Qumdaş bazarının yuxarı hissəsində 569 nömrəli marşrutun dayanacağına yaxın yerdədir. Baxın, birinci mərtəbədəki yataq otağın genişliyinə baxın. Adətən 5 otaqlı evlərdə, yəni aşağı hissədə birinci mərtəbədə olan yataq otağı kiçik olur. Bu evdə isə böyükdür. 123 min manatdır, real alıcıların qiymətdə indirim olacaq. Çox gözəl, yaxşı, hündür bir ərazidə yerləşir. Kommunalların hamısı daimidir. Razılıq əsasında aksesuar da quraşdıra bilər ev sahibi və qalxaq ikinci mərtəbəyə. Və bunu da qeyd edim ki, ikinci mərtəbəyə qalxan pilləkənləri beton pilləkənlərdir. Üzəri taxta ilə üzlənib. Yəni ümumilikdə taxta pilləkən deyil. Çox möhkəm yığılmış bir pilləkəndir və tikiliş zamanı qoşa kubikdən istifadə olunub. Evdə torpaqdır, kubçadır. Baxın, geniş dəhliz hissəsi var. Balkona çıxış, sonda həyət yanı sahəsini göstərəcəm. Diqqətlə baxın, məhləsini də göstərəcəm. Otaqların maşallah olsa hamısı geniş və işıqlıdır, super təklifdir. Və mən bu evi təxmini olaraq yerləşmə yerini, baxın, buradan da göstərim sizlərə. Masazının ən hündür yeridir. Baxın, Duz Gölü, Qurtuluş 93-ü də görmək mümkündür. Təmir səliqəlidir və evimizin növbəti yataq otağı. Ümumilikdə bütün otaqları geniş, işıqlı, fərahdır. Evdə aboy seçimi də çox gözəl, çox səliqəli, işıqlı aboylardan istifadə olunub və keçək həyətə. Dəyərli izləyicilərimiz, küçə görünüşü evə daxil olduqda, baxın, belə bir səliqəli bir küçə görünüşü var. Küçəsi şebildir, asfalt yoldan 100 metrlik məsafədədir, marşrut yolundan 100 metrlik məsafədədir və belə bir xarici görünüşü var. Yerdən kürsülüdür, adam boyu hündürlüyündə zirzəmisi var, evin yanına da keçməyi mümkündür və belə bir xarici görünüşü var. Təcili satılır və belə deyə bilərəm ki, əlimyanlı satışdır ki, çünki satışda bu qiymətə ikinci bir 5 otaqlı ev yoxdur. İzlədiyiniz üçün sağ olun, salamat qalın.